İyunun 11-də Avropa Birliyinə vizasız rejim tətbiq olunandan sonra Ukraynada toy bayramdır. Müxtəlif konsertlər, bayram tədbirləri keçirilir. Televiziyalarda təntənədir. Televiziya aparıcıları deyirlər ki, bu tarixi və rəmzi hadisədir. И это действительно исторический момент. Ukraynaya qalib gəldi. Ona inanmayanların burnu novdur. Qibtə eləməyə heç nə yoxdur. Bu isə eyni hadisə haqqında Rusiyanın kütləvi informasiya vasitələrinin dedikləridir. Maydanda niyə dayanmışdılar? Düz deyirsiniz. Yaltaqlandılar, aldılar. Maydandan keçən bu 3 ildə Ukraynalıların yeganə qazandığı vizada 35 avronun ciblərində qalmağıdır. 5 евро. Vizasız rejim hadisəsini təbliğat davasına çevirən Kremlpərəst media Rusiya vətəndaşlarını sakitləşdirir ki, Ukraynalıların Avropaya gedişi asanlaşmayıb, əksinə çətinləşib. Для въезда в Евросоюз Avropa Birliyinə getmək üçün təkcə biometrik pasport yox, həm də qalacağın oteldə yer sifarişinin təsdiqi, səfər üçün lazım olan pul da tələb olunur. поездки, день. Бронь отеля. Oteldə yerin sifarişi, geriyə bilet, bankdan arayış, bu sənədləri hər dəfə göstərmək lazımdır. Vizası olanlardan isə bu tələb olunmur. Ukrayna mediasında isə Ukraynalılar bunun əksini deyirlər. Əslində səyahət üçün bircə biometrik pasport tələb olunur. Ukrayna vətəndaşlarının hər birinin yoxlanmasına sərhəd xidməti yarım dəqiqə sərf elədi. Geriyə bileti, otelin yerini heç kim soruşmadı. Rusiya mediası onu da soruşur ki, Ukraynalıların pulu yoxdursa Avropaya nəyə gedirlər? Və öz sualına özü cavab verir ki, gedirlər həmin olmayan pulu qazanmağa. Avropada hər şeyə hazır Ukraynalıların axınını gözləyirlər. Unitazı kimsə yumalıdır axı. Ukrayna mediasında da qanunsuz mühacirətdən narahatlıq var. Ancaq süjetlərin əsas qəhrəmanı sevinən turistlərdir.